Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bu gün sizləri 10 suallıq sınaq izahı ilə tanış etmək istəyirəm. Qeyd etdiyimiz suallar bu sınaq Fidan İskəndərova Face Instagram ünvanında paylaşılıb. Həmin səhifəyə keçid etməklə bu sualları rahatlıqla işləyə bilərsiniz. İşləyəndən sonra da təbii ki, izahlarla tanış ola bilərsiniz. Başlayaq. Cümlələrdə altdan xətt çəkilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edək. Bir-biri ilə antonim olan sözləri bir-biri ilə sinonim olan sözləri də bir qruplaşdırmaq lazımdır. Cavabımız olacaq burada 1-ə A və Y, 2-yə də D, yəni antonim olan sözlər A, yəni müdafiə, hücum, bir də sərt, yumşaq. Bunlar antonimdirlər. Bir-biri ilə sinonim olanlar isə qorumaq, müdafiə etmək. Bəli. Niyə əksəriyyət və az sözləri sinonim deyil, antonim deyil? Çünki əksəriyyət belə deyə də tam hamısı deyil ki, deyək ki, az və çoxla bir-biri ilə antonim olsunlar. Əksəriyyət böyük bir qism deməkdir. O səbəbdən böyük bir qismdən az sözü antonim ola bilməz. Geri və irəlidəkilər sözü niyə antonim olmur? Çünki geri zərfdir, irəlidəki sözü isə sifətdir. Biz bilirik ki, eyni nitq hissəsi qalmalıdır. Hansısa bir sözün sinonimi və antonimi tapılırsa, mütləq eyni nitq hissəsi olmalıdır. Ona görə C heç bir versiyaya uyğun gəlmir. O, bu əvəzliklərdən sonra vergülün işlənib işlənməməsini müəyyən edərək səbəbini göstərir. Bu sual, yəni bu sual tipi MİQ 2025-ci ildə imtahana düşən sual tipidir. Cavabımız olacaq burada B variantı. O, şübhəsiz bu işdə günahkardır. Bəli, burada vergül qoyulmalıdır. Səbəb odur ki, deməli, modal söz gəlib. Cavabımız oldu 1-ə B. O da mı sabah bizi qarşılayacaq? Vergül işlənmir. Səbəb odur ki, odan sonra bağlayıcı gəlib. Bu layihəni münsiflər heyəti bəyəndi. Vergül qoyulmur, çünki bu sifəti əvəz edib. Ümumiyyətlə, odan budan sonra vergül qoymağa meyillisinizsə, mütləq ismi əvəz eləməlidir o və yaxud da bu. Hər ikisi ismi əvəz eləməlidir. Hansısa o və bu sifəti əvəz eləyirsə, heç həmin cümləni oxumağa ehtiyacı yoxdur, çünki vergül qoyula bilməz. Hansı cümlədə altından xətt çəkilmiş şəkilçi zaman şəkilçisidir? Bu şəkilçinin zaman olub olmadığını bilmək üçün nə edirik? Məsələn, A-ya baxaq. Bəli, burada nəqli keçmiş zaman var. Cavab A variantı. Görək B niyə olmaz? Axı, get deyə bir söz yoxdur. Deyək ki, get sözün köküdür, ir leksikdir və yaxud da nə bilim qrammatikdir. Elə burada gətir sözün köküdür. Yəni orada heç ır deyə bir şəkilçi yoxdur. Əgər yadda saxlayın, ır, ar, bunlara belə deyək də magmək artırmaq olursa, o zaman leksikdir. Bax, çıx sözün kökü çıxarmaq deyirsənsə leksikdir. Bilinmirdi. Əgər bir sözdə 2 ədəd zamana oxşar şəkilçi, qrammatik şəkilçi varsa, birincisi zaman, ikincisi hissəcidir. Yəni altından xətt çəkilən burada zaman deyil, hissəcidir. Əgər acaq-əcək zamanın sualına cavab vermirsə, zaman şəkilçisi sayılmaz. Ona görə Y variantı da çıxdı. Cavabımız oldu A variantı. İb, ib, ub, üb. Ümumiyyətlə, ya feili bağlamadır, ya da nəqli keçmiş zamandır. Əgər ibdan sonra dırdir, durdur qoyublarsa, bil ki, o zamandır. Əgər ibdan sonra magmək qoya bilməyəcəksənsə, o zaman feili bağlama olacaq. Hansı cümlədə iki fərqli halda düşünülə bilən isim var? Cavabımız olacaq D variantı. Biri var, deyirəm ki, o qanadlarını yolub ətrafı süzdü. Yəni, qartal qanadlarını yolub ətrafı süzdü. Bir də var ki, filan kəs qartalın qanadlarını yolub ətrafı süzdü. Yəni,
Biri var qartal özü süzür ətrafı. Bir də var filankəs qartalın qanadlarını yolub ətrafı süzür. Yəni qartal həm adlı hal oldu, həm də qeyri-müəyyən yiyəlik oldu. Cavabımız D variantı. Cümlədəki sözlərin morfoloji təhlilindəki səhv fikri göstərək. Məclis kişi qəbrin ayaq tərəfində bir xeyli dayandı. Morfoloji təhlil əlbəttə ki, nitq hissələri üzrə olan təhlilimizdir. Əgər xeyli, bir xeyli bu tip sözlər adların yanında olsaydı, o zaman say sayılardı. Yox, əgər bu tip nümunələr hərəkətin yanındadırsa, o vaxt mən deyəcəm zərfdir. Ona görə cavabımız səhv olaraq D variantıdır. Əziz dəyərli müəllim və müdavimlər, razıyam. Naxçıvan adı altında paylaşılan layihələr üzrə olan sınaq izahını sizlərlə bölüşürəm. Amma bilirsiniz, hal-hazırda ən tez imtahanı olacaq müəllimlər, yəni bu dəqiqə daha tez motivasiyaya ehtiyacı olan müəllimlər hal-hazırda Naxçıvan müəllimləri olduğuna görə, çünki imtahanına az qalıb, o səbəbdən məhz onlara daha çox motivasiya olsun deyə sınaqlarda həmin layihə ilə başlamışıq. Yəni bu o demək deyil ki, bunu Bakı müəllimi işləməsin, Quba müəllimi işləməsin. Əlbəttə ki, bütün Azərbaycan müəllimləri əgər bu suallar sizə yararlıdırsa işləyə bilərsiniz. O səbəbdən də sadəcə inşallah ki, Naxçıvan müəllimlərinin alnı açıqlıqla, üzü ağlıqla yola salaq, imtahandan yüksək nəticə toplasınlar. Əlbəttə ki, daha sonra yayda imtahan verən müəllimlərə aid sizləri həvəsə gətirmək üçün sizə uyğun, yəni adlar, belə deyək, layihələr sizə uyğun olmaqla təşkil olunacaq. Bundan da əlavə, istər İsaməddin müəllim, istər mən təkcə bu layihələrlə davam etmirik. Özünüz də bizim Instagram ünvanımıza, YouTube hesablarımıza daxil olsanız görərsiniz ki, biz ümumiyyətlə bir layihə üzrə yox da bir neçə layihə üzrə sizlərin hər zaman qarşınızda oluruq. İstər qısa videolar, istər uzun videolar fərq etməz. Bütün fənlər üzrə, bütün sahələr üzrə bizim ödənişsiz materiallarımızı əldə edə bilərsiniz. Davam edək. Cümlədəki sözlərin morfoloji təhlilindəki səhv fikri göstərək. Doldurub dünyanı harınlarla ədalətli qoyub adını. Cavabımız olacaq A variantı. Çünki baxın, sadə feildir. Axı, doldurmaq düzəltmədir. Cavabımız olacaq A variantı. Zülmkar sözünün fonetik təhlilindəki düzgün fikri müəyyənləşdirin. Tələffüz etsək olacaq zülmkar. Cavabımız olacaq A variantı. Deyir ki, sözdəki səslərin sayı hərflərin sayından çoxdur. Bəli, çoxdur. Çünki tələffüz etdiyimiz zaman səs artımı baş verir və səs artımı baş verdiyinə görə səslərin sayı hərflərin sayından çoxdur. Amonim olan düzəltmə sözü müəyyən eləyək. Baxın, düzəltmə deyirsə, mən elə baxan kimi C-ni çıxartdım. Cavab D. Biri var, deyirəm ki, oynağan insan mənasında oynaq insan. Bir də var, deyirəm ki, oynaq sümüyümüz. Cavabımız D variantı oldu. Güllük amonim deyil, soydaş amonim deyil. Bildir və bildir sözlərində birincisi bir mənası sadə, digər mənası düzəltmədir deyə götürə bilmərəm. Bizə deyir ki, hər iki versiyası düzəltmə olsun. İkincisi də ki, bildir və bildir sözləri vurğu dəyişdiyinə görə amonim deyil. Eyniköklü olmayan sözləri göstərək. Cavabımız olacaq burada A variantı. Çünki biləklə bilik eyniköklü ola bilməz. Deyirsiniz ki, bəs bunu biz nəyisə bilək deyə işlədə bilmərikmi? İşlədə bilərsiniz, amma nəyisə bilək mənasında olan bilək sadə sözdür və biz də bilirik ki, eyniköklü sözlərdə cərgə olaraq sadə sözə yer verilmir. Cümlələrdən birində yaşamaq sözü ilə eyniköklü olan söz işlənməmişdir. Yaşamaq sözünün kökü yaş ismidir. Bəli, yaşamaq sözü ilə eyniköklü olmayan deyirsə, deməli qaydanı pozan hansısa bir variant olmalıdır. Cavabımız D variantı. Çünki yaşarmışdır. Gözümüz yaşaranda onun kökü yaş sifəti olur. Qurumuşdu, yaşarmışdı deyəndə sözün kökləri sifət olur. Cavabımız D variantı. Bəli, yaşlandıqca yaşayış, yaşıdlar, yaşadacaqdır. Hər birinin kökü yaş ismidir, hər biri düzəltmədir və məhz bu səbəbdən
yaşamaq sözü də onlarla bir yerdə eyni köklü söz sayılır. Belə əziz dəyərli müəllim və müdavimlər, ümid edirəm ki, izahlar sizlərə yararlı olur. Bu tip izahların mütəmadi olaraq, davamlı olaraq paylaşılmağını istəyirsinizsə, izahı bəyənib öz sevdiklərinizlə paylaşa bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə hələlik.